Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş geldiniz. Ümumi Azerbaycanımızı bütün müddətdə yaşayan kardeşleri salamlayıram. 17'si oktyabr 2025'ci yıl. Bərdə mal bazarı. Bu ne sen çıkar mı kaka? Altındaki 5. balası. Altındaki 5. bala. Sütü nerede bunun? Sütü tertemiz 12 litre. Baladan başka? Bir məməsi bala meyil. Aha 12 litrede sütü. 10 litre şərtə verir. 10 litrede şey. Hangi balası mı? Evet süt. 10 gün buzoy var. 10 gün. Kıymeti nedir be? Mən 2900 manat. 2900 lira. Son yer 2800 manat. Pul alacağın 2800. Ha 2800 manat. Allah xeyirli bazar versin. Ömrə verək, deyək ömrə. Ünvan herhalde. Ha? Divanlı. Divanlı. Bazar olsun. Şako. 10 litre suda. Sattım. Balası çıkır. Sütü nerede bunun? 10 litre. Haram aldı bunu. Buradan bütün Azərbaycandakı izləyicilərimizə salamlayıram. Qiyməti nədir? Ha? 2600 də. Allah bazar versin. Nömrəni deyilən bir dənə. Bak, hayır bak. Geç bak. Hava. Yok hocam. Böyle bir inek var. Balası nedir mi? Erkek. Bakın görme güzel. Bunun neçənci qarındı? Üçüncü. Sütü nədir? 14-15. 15. Balası da erkəkdir. Erkek. Bir aylık. Görme güzel balası var. Qiyməti nədir? Kıymet 37. 3700. Değerli izleyicilerimiz mal qəhrəman tərtərdadır. Kim istəsə rəqə saxlasın. Saxlaya bilər. Bu bozaq qulaqda qardaşımdır. Balası nədir bunun? Dişi. Balası dişidir. Gördüğünüz. Bozaq. Bu neçənci qarındır? Üçüncü baba. Üçüncü. Sütü nədir? Sütü 9. Qiyməti? Kıymet 3000. 3000. Qiyməti 3000 manat. Kardeşim var böyle bir ineği var. Balası nədir bunun? Dişi. Beşinci qarındır bu. 3. Sütü nədir? Sütü. 7. Qiyməti? 1600 lira. Sabahınız xeyir. Buna erkəkli balası. Dersen Anguston balası. Çör görünmeli. Ha bak. Maylanma. Maşallah olsun. Bu ne sen kalındı? 4. Bunun sütü nedir? 30 litre. Balıyla balasız. Baladan əlavə.
Haladan əlavə 30 litr. Balası da Angus, erkək suyunu maylanma. Qiyməti nədir? 6500. 6500. 30 litr şərtlə. Hara malıdır bu? Qəhrəman tərtər. Salam olsun. Bütün izləyicilərimizin hər birinə. Deməli dəyərli izləyicilərimiz. Demək olar ki, bazarın gözüdür. Yəni bax göz. Doğrudan yoxdur. Olan malını da basırmışlar. Ne aldın ki? Balası erkək. Bozaq qulaq, orijinal bozaq qulaq. Baxın. Tərtəmiz. Baxa bilərsiniz. Bu neçənci qarındır qaqa? İkinci. İkinci. Balası neçə günlükdür bunun? Hardasa 25 gün. 25 gün. Südü nədir bunun? Süt 10 litr. Baladan başqa balı ilə. Bir balasının əmcəyin balası əmir. Aha, Üçündən 10 litr. 10 litr içində. Qiyməti nədir? Qiyməti 35 eləyir. 3500-ə. Yem nə verirsən mən buna? Adi kəpək. Vəssalam. Göyə çıxır yoxsa adi otla? Yox, sədə olsun. Ota göyə çıxsa, Gözsə çox verir. 15 litr 10 litr sütü. göyə çıxsa. Hə. Hələ ikinci qarındır, babamız Ağqulaq orijinal tanıdığımız qardaş. Beş problemsiz. Şımalır, Allah xeyir versin. İnşallah yəqin ki, bizdən də izləyicilərimizdən kimsə istəyərsə problem yoxdur. Birbaşa qardaşımı Siviyaz yaratdıracaq. Belə bir camış var 2900'də. Balası da dişidir. Görəm onun sütü nədir? Ve 5 litr. 5 litr. Birinci karnı değil. Belə görüşür. 29. Ha, değil. Bunu hardan gətirir görəm? Bir tartar. Ayası buralarda böyle. Tərtər. Ha, qəhrəman tərtər. Balası görən neçə günlükdür bu? Ya bir aylık ancak olur. Bir aylıq. Bir aylık ancak olur. Saç camış da ben yani 500 adı yokladım. Bazar olsun. Kardeşim bax belə bir camışı var. Yo YouTube'a çəkirəm. Bu da bizim Pürhan. Bundan sonra bazarların videolarını bu kişi çəkəcək. Hələ görgənir, baxır. Görək nə cür çəkilir videolar. Hardan gətirmisən qardaş? Buradan bütün İsmail'dəki izləyicilərimizin hər birini salamlayıram. Gözəl qardaşım. İsmail'in hansı kəndi? Yəqin ki bu siz kəpənəklər görürsünüz da. Ha, lap gözəl. Öz camışınızdır da bu. Sütü nədir bunun qardaş? 5. Yem nə verirsiniz? Göğe gedir yoksa madi ot verirsin? Kuru ot verirsiniz. Neçə baş camışınız var sattık bak belə form. Yani çöreğini alıp satsınız. Allah ruzu bereketinizi versin. Ha, ne güzel, ne güzel. Bəs tutaq ki, bunun biri, məsəl üçün, sən İsmail'də müştərimiz hardansa sipariş edilisi göndərə bilirsiniz da. Bəyəndiyi heyvanı. Ne güzel. 5 litr dedim bu. Neçənci qarındı bu? Balası neçə aylıqdır bunun? 7 aylıq. Yenidən höyürünü alıb yoxsa necə? Nə qədər bax? 3 aylıq. Ne güzel. Ha, lap yaxşı.
İsmail'dadır qardaş heyvan. 5 litre sütü var, 7 aylıq balası böyründə, 3 aylıqda qarnı boğaz. Allah xeyrini versin. İnşallah kim istəyir birbaşa əlaqə saxlayarlar. Qardaş bazar olsun. Sağ ol, sağ ol. Kimdən gəlmisən? Gel. Qiymətlər. Qiymətdə 150. Aha. 1050'ye kimi. 750'den. Qaran neçə deyirsən? Bəli. 1050 manat. Neçə deyirsən onları? Bunları 700 manattan 1250 manat. O qaran neçə deyirsən? Paranı 1050'ye. Nədə o elə? Angus var. Angus mənəzi. 1050'ye. Ha? 1050. Ha. Bilir bu kadar. Sen görmüşsün mi kasabada? Ah, belə buzoylarımız var. Qiymətləri 800'den başlayır. Düz 1000. Kanka 70 onların birini getirdik. Ben sana demin Qiymətlər neçə iləndir? 750'den 850. Bunun dişisi var. Yok erkek. Hamısı erkəklər. Bir aile gayyarımlık değil. Bakıyorum ona bu okuyayım. Hansı o Erkek buranın gayyarımlık. ayarında. Çattırılmamız da var. Çatdırılmalı ki, sizlik yoxsa Ben değilim yani. orijinal simentallar. Erkək. Kanka neçədir bu simentallar? Neçə aylıqdır mı? 1 aylıq. Və o anguslar neçədir? Bu ikisinden birini bir. 1150. Və bozaq qulaqlar Hemen Hans koşuna geldi. 950. Bu da sorun dedi. Doğru. Evet 860. 900 manatdır. 700 də dişidir. Bazar olsun. Ne var ne yok? Neçə iləndir bunların qiyməti? 1950 ilə. Hadi mal ver hele. Kaldım burada. Demet Hanım. Hay. Qaqa qiymət neçədir? Buraya. Yok. Ha, 950 değil. 1950 ilə. Temiz dağ malı. Ümumiyyətlə bazarda alıcılıqla fərqdir. Zəifçilikdir. Doğru bu durumu var. Hə? Durumu var. Bazarın olsun. 18 lira. 1800. Durumu var. Alıcılıqla fərqdir bazarda. Zayıf, çok zayıf. Niyə? Elə belələrdən derim ama. O ama şimdi. Onu yakınlaştırırız. Kimi? Islah. Həmçə.
Eşek. Salam aleyküm. Qiymətdə neçəydən? Neçə deyirlər bunu yola? Bunları 16.50 ilə. 1650. Alıcılıq zəifçilik. 19.50 bunlar. Bunların belə diri çəkisi nə qədər olar? 110, 120. Əti ha? Və diri çəkisi nə qədər? Benim o qəşəng. Və əti diri çəkisi nə qədər olar? 250, 270. Deyəsən heç böyün bazar dirənib. Çox da mal alan yox. Qaqa, xəstəliklə bağlı qorxu var. Yəqin ki. Amma xəstəlik necə azalı biz sadəcə alacağıq. Keçən həftə neydən adı? Dərman. Bazara diqqət edirlər, çox möhkəm diqqət edirlər. Dezinfeksiya edirlər, Allah. Bazar yəsin, canı sağ eləsin. Bazar olsun. Sağ ol, sağ ol. Ay Semo. Ha çek ha çek. Babana var ne yok? Neçəyləndi qiymətdə? Evet bir şeyle sütüne var yarıştırma. Qiymət üst-üstə. Bunlar 1380 man. ama yüzden güvenmişler. Güzəşt eləyəyizsə. 4000 verəcək, 3800-dən alacaq. Aşağı. Sen böyle hürmetin var. Tek hansı var istiyorsan. Çöreğin yoksa sen de çöreğin. Aynı ikinci kıymet. Bak lazım. Hem şef bağlı hürmet. Hemen onları peygamber bağlasan benden uğradım. Sen bizim. Allah pazar versin. Kardeş pazar olsun. Neçəyle dürək bunlar? Evet, çom üst-üstə. 15'ten diyelim. 1500'den deyirsiniz. Aydındır. 15'den üst-üstə deyir. Çom. Bak, içində bir dənə şarol var qəşəng. Kırmızı. Allah hayırlı bazar versin. Yani görüyor onu kendi. Pazar olsun. Neçəli belə çok? 1250 ilə çok. Neçə baş burada heyvan var? Ha? 35 tane. Abi buyur. Hara malıdır bu? Adınız yaman. Ağcabədi rayonu Qiyaməddin kəndi. 1250 ilə çok. Her malım var. Senin. Ya bu niye siyah? Bu. Ben de görmem aslında. Sen de bunu görmem. 12 alma.
Her şey işte manda. Hırda da var. Olur mu? Deməli 12 yarımdan. Kim istəsə nömrəsini desin. İzləyicilərimizdən, yəni belə edin. Sen icazı veremem. Bizdə deyil. Bunun nə qədər əti var? 400 kilo. Haydi bak ben kaçıyorum. İyi hadi üstten uşak dur be. Ne projektörün böyle. 400 kilo. Şu soğuktan oluyor. 400 kilo əti. Senin aldı bu ay. Neçə deyirsən bunu, ay gözəl oğlan? Neçə deyirsən onu Ürək? Ha? 5200 lira. Deməli dəyərli izləyicilərimiz, bugün inşallah Bərdə bazarından bu qədər. YouTube kanallarımıza abunə olmağı unutmayın. Görək bugün qapandan kəskilik neçədir? Məzəndəni soruşub deyəcəyik sizlər üçün. Çəkilişimiz hələ davam edir. Gedək çəkək. Bugün kəsimlik 15-16 manat civarındadır. Bugünlük bu qədər. Bərdə mal bazarından çəkilişimizi yekunlaşdırırıq. YouTube kanallarımıza abunə olub like verməyi də unutmayın. İnşallah güzel videolarımızı burada da yekunlaşdırırıq. İnşallah güzel video roliklerini paylaşacağız, bakarsınız. Allah bir daha alana da satalım hayır versin. Bugünlük Bərdə bazarına bu kadar. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 10'u Avqust 2025-ci. Bərdə rayonu Həsənqaya kəndində belə 33 baş, 32 baş düyələrimiz var. 6'sı balalı və qalanı da ağır boğaz. Hamısı birinci qarın düyələrdir. Südləri 15 litrdir qardaş, yemsiz. Hal-hazırda qiymətləri boğazlar 4000-dən deyilir, balalılar 4200-dən. Razılaşma yerləri var. Əlaqə nömrəsi 050 317 59 59. Alı Rıza qardaş, heyvanın sahibinin. Hamısı da simentaldır. İndi o belə heyvanlarla, balalarda göstərəcəm. Bax balasını, budur erkək. 15 litr süd verir qardaş. Yalandan danışmayaq. Düzü nədir, onu danışaq. Şimdi o birilərini də göstərəcək, o biri balalarını da göstərəcək. İkisi o yüzdədir, balaları o yüzdə də var. Baxın gözəl qardaşlar. Balalarını da göstərəcəm. Baxın. Baxın.
hamısı birinci qarına düyələrdi. Buzoy çişləri ağızlar burada. Bərdər oyunu Həsən Qaya kəndi 050 317 qardaş 59 Ali Rıza qardaş. Hamısı da simentaldır. Şərtlə də mallarımız yəni sağlamlığına həkim gətirin, kimi gətirsiniz gətirin. Yoxlatdırın aparın. Qiymətləri 4000'ə boğazlar deyilir, 4200'ə balalılar. Aşağı yuxarısı olacaq.